Herkese salam, salam dostlar, necəsiz? Dostlar, bu günləri dəftər görürsüz burada. Deməli, nəsə edəcəyik. Dəftər mənim ən sevdiyim dəftərlərdən biridir. Artıq 3-cü dəftərdir. İkisini riyaziyyata tutmuşdum. Deməli, bir dənə YouTuberin videosuna baxdım bu günləri. Düşündüm ki, boş vaxtlarımı belə sərf eləyə bilərəm. Nəyə? Koreya dilinə. Gəlin sizlərlə yazdıqlarımı göstərim. Bu dil nədənsə mən həmişə düşünürdüm ki, dil mövzusuna gələndə ən həssas yerimdən biridir dil. Dil bilmək yaxşıdır, amma öz dilimi satmaq pis şeydir. Təbii olaraq da mən öz dilimi satmıram, burada dil öyrənirəm. Və keçirik yazdıqlarımıza. Görək burada nə yazmışıq. Yəni sizə nə başa sala bilərəm, özüm nə öyrəndim. Deməli dostlar, burada qırmızı qələmim bitib. Sizə video paylaşmışdım bu qırmızı qələmi alanda. Bu qırmızı qələmi çox sevirəm. Amma sevimli köynəyimi batırıb biraz. O gündən sonra biraz sevmirəm bu qələmi. Amma yenə də istəyirəm də. Deməli, Koreya dilində 24 hərf var. Bu günlər sizlərlə bərabər samitləri öyrənəcəyik sadəcə. Saitləri əgər bu videoya baxış çox gəlsə, videonu bəyənsəz, saitləri də çəkə bilərəm. Deyilişim falan. Deməli, Koreya dilində 14 samit, 10 sait, 10 diftong, 5 qoşa samit var. Diftong sözünün mənasını araşdırdım. Mən də bilmirdim. Siz kimi mən də öyrəndim. Yəni, mürəkkəb sait deməkdir. Bu 11 diftonqu da yazacağıq bir-bir. İlk öncə samitlərdən başladı. Sonra saitlər, sonra 11 diftonq və qoşa samitlər. Koreya dilində əlifbanın adı Hangul adlanır. Koreya dilində bu H, A, N, G-lı Hangul adlanır. Bu sözün mənası Hanguldur. Koreya dilində bütün samitlərin xüsusi yazılış şəkli vardır. Bir qayda olaraq soldan sağa və yuxarıdan aşağıya doğru yazılır. Yəni belə. Dostlar, bundan bir dənə çıxardacağam. Bunun üstündə yazıb sizə göstərəcəm. Çünki dəftəri korlamaq istəmirəm. Bir dəqiqə. Pəmpişini çıxardacağam. Nəysə. Bunu yadınızdadırsa, məktəb alış-veriş edəndə almışdım. Amma ilk səhifəsinə belə bir hazırlıq vaxtlarını yazmışam. Göstərməyim sizə. Deməli, dostlar, burada demək istəyirəm ki, Koreya dilində bütün samitlərin xüsusi yazılış şəkli var. Yəni, xüsusi yazılış şəkli deyəndə bunları nəzərdə tuturam. Baxın, Koreya hərfləri. Yazılış şəkli bir qayda olaraq soldan sağa, yuxarıdan aşağıya. Baxın, belə. Soldan sağa, yuxarıdan aşağıya doğru belə bir şəkildə yazılır. Belə bir şəkildə. Yəni, baxın, belə bir yer tutur da. Sanki kvadratdır. Belə bir şeydir. 1, 2, 3, 4. Halbuki 3 bizdə burada gəlir. Amma onlarda belə hərfləri belə yazılır. Məsəl üçün, növbəti bir hərf bizim L-ya oxşayan hərfdir. Amma onlarda N hərfi. Bizim səslə N, bu hərfin adı neon hərfidir. Belə, belə. Gördünüz, birinci bunu yazdım, sonra bunu. İndi keçək növbətisinə. Koreya dilində 14 əsas samit var.
samitlər bunlardır. Oxunuşları buradadır, yazılışları burada. Amma bunların xüsusi oxunuşları var ki, onları da mən dinləyərək yazmışam. Sizə bir məqamı göstərmək istəyirəm. Burada fikir versəz, baxın bu hissədə. Bu hissədə baxın, hərf və sonra hərfin necə deyim, yazılışı kimidir də. Bax, hərfin yazılışı xüsusi adım yazmaq üçün deyirəm. Düz xətt, sonra yenə hərfin yazılışı burada var. Bu da nə isə bildirir. Yəni neon, belə bir ığını falan bildirir də. Burada ilk hərfimiz xüsusi adı Kyok hərfidir. Q hərfi oxunur. İkinci hərfimiz xüsusi yazılışı belədir. Neon hərfidir. N oxunur. Sonra növbəti hərfimiz Tigt. Sanki t ağızda deyilmir, amma eşitmək olur da, yüngül deyilir. D səsini verir. Rion. R və L səsini verir. L səsini verir. Bunlar harda oxunur? Bunu da gələcək videolarımızda görə bilərsiniz. Sonra növbəti hərfimiz mion. Sanki m. Pişik miyoltusuna oxşur. M səsini verir. Keçək növbətilərinə. Mion oxuduq. Burada bu hərf biyan, yəni b səsini verir. Fikir versəniz, hansı hərf? Baxın. Burada m-nan, b-nan, yəni b səsini verir. Biyan adlanır. Dostlar, bu shield sözün əslində bu s səsidir. Bayaq dedimi b-nan, amma baxın burada fərqlidir. Bu hərf shield adlanır. Shield xüsusi adı. Amma s səsini verir. Yəni buradakı hərflər bizim dildə nə səsi verir? O səsi bildirir. Dostlar, bu hərf oxunma qaydası fərqlidir. Saitdən əvvəl gələrsə, bu samit oxunma qaydası fərqlidir dostlar bu hərfin. Saitdən əvvəl gələrsə, bu samit tələffüz olunmur. Bir daha deyirəm. Əgər hecanın sonunda gələrsə, baxın, sanki ağzınızı açmadan n deyirsiniz. Burunda belə bir səsdir. Xüsusi hərfi ing adlanır. Keçirik bu hərfə. Bu hərf sanki c və c-nın qarışığıdır. Amma c səsini verir. Baxın, burada xüsusi qırmızı rəng eləmişəm. Yəni tünd qırmızı. Bu child səsini verir, amma bu c. Child. Baxın, həm c, həm c. İkisinin qarışığıdır. C səsini verir. C. Sonra növbəti hərfimiz chilldir. C səsini verir. Baxın, f-nın tərsinəsi. İndi elə biləcəksiniz kamera belə çəkir. Xeyr. F-nın tərsinəsi. Bu hərfi çox sevdim. Çünki mənim adımdan başlayır. Adım baş hərfimə oxşuyur. Bu hərfin xüsusi adı kickdir. Kick. K səsini verir. Burada k-nın üstündə vergül qoymuşam. Bu, yəni bizim fikir versəniz, bizdə k səsi dedik ki, bu ç-dır. Düzdür? Amma k səsini biz belə yazırıq da. Transkripsiya içində belə yazıb, üstünə bir dənə belə xətt qoyuruq ki, ayrılsın. ÇK. Sonra növbəti hərfimiz tiot, yəni t hərfidir.
E hərfinə oxşuyur bu hərf. Bu fikir versəniz, balıq bürcü var. Balıq bürcünün fiquruna oxşuyur. Bu hərf P hərfidir. Oxunuşu, xüsusi oxunuşu Piop. Piop. Belə oxunur. Növbəti son hərfimiz H hərfidir. Xüsusi oxunuşu isə healed. Healed. Və əgər bu videonun davamını istəyirsinizsə, yəni saitlər, diftonqlar, qoşu samitlər və yaxud sözlər gəlməsini istəyirsinizsə, videoya like atıb abunə olmağı unutmayın. Və boş vaxtlarımızda saiti, diftonqu, qoşu samiti çəkəcəm. İngilis dilində bəzi qaydalar var ki, onları da çəkəcəm. Həm özüm öyrənəcəm, həm də ki sizə öyrədəcəm. Bunu da elə mən Bu dili tam mən bilmirəm. Bilmədiyim üçün də həm özüm öyrəndim, həm də sizə öyrətmiş kimi oldum. Ümid edirəm ki, başa düşdünüz. Hələlik.